1874-cü ildə Okerforshilddə zəngin Spencerlər ailəsində Winston Churchill anadan oldu. Onların ailəsi qədim Gerçıq Marlboro nəslinə aid idi. Churchillin atası zədəgan Henry Randolph Spencer gözəl karyera qurmuşdu, dövlətdə yüksək vəzifələrdə çalışmışdı. Churchillin anası Jenny New Yorkdan olan zəngin maliyyəçinin qızı idi. Churchill Blenheimdəki malikanədə 8 yaşına qədər yaşadı. Onun tərbiyəsi ilə dayə məşğul olurdu. Churchill dayəsini çox sevirdi. Sonra ailəsi onu St. George'da qapalı oğlan məktəbinə göndərdi. Orada Winston zəif oxuyurdu və buna görə hətta kötəklənirdi də. 1884-cü ildə Winston xəstələndi və ailənin həkiminin təkidi ilə oğlanın məktəbi dəyişildi. Onu Brighton'dakı məktəbə köçürdülər. Həkim burada ona nəzarət edə bilirdi. Bu məktəbdə Churchillin qiymətləri qənaətbəxş idi. Yəni sinifdə olan 13 şagird arasında uğuruna görə 12-ci yerdə idi. 1886-cı ildə Churchill bərk soyuqladı və ailəsi onu Etonskda kollecə keçirdi. Adətən Marlboro nəslinin nümayəndələri burada təhsil alırdılar. Hərbi karyer qurması üçün onu ordu sinifinə keçirdilər. 1894-cü ildə Churchill 3-cü dəfədən İngiltərənin ən səviyyəli kral hərbi məktəbinə daxil oldu. İmtahanları uğurla verən Churchilli atası təbrik etmədi. O həmişə oğlundan narazı idi. 2 ildən sonra Churchill 2 ağır zərbə aldı. 40 yaşında atası vəfat etdi. Sonra sevimli dayəsi dünyasını dəyişdi. Atası sifilisdən vəfat etmişdi. Churchill bunu bilmirdi və düşünürdü ki, o da atası kimi dünyasını gənc yaşında dəyişəcək. Churchill Kral Qusar dəstəsində xidmət etməyə başladı. Kubaya göndərildi. Siqaraya olan sevgisi də elə burada yarandı. Sonra Hindistana tayfa üsyanını yatırmağa getdi. Churchill hərbi müxbir kimi fəaliyyət göstərirdi. Yazdıqlarını qəzetə göndərirdi və buna görə pul da alırdı. Anası Churchillə kitablar göndərirdi. Churchill ölümdən qorxmurdu. Həmişə əskərlərin yanında olurdu. Lakin evdən göndərilən ərzaqları özü tək yeyir, heç kimlə bölüşmürdü. Churchill Afrikada olanda əsir düşdü və zindandan qaçdı. Xoşbəxtlikdən döydüyü ilk evin qapısını Afrikada çalışan İngilis açdı və onu yük qatarına gizlincə mindirib yola saldı. Siyasətə qoşulduqdan sonra Churchill hərbidən istefa verdi. 1900-cü ildə mühafizəkar, 1904-cü ildə Liberal Partiyasının üzvü oldu. 1908-ci ildə 34 yaşında Churchill Clementina adlı qızla evləndi. Qadın ona dost oldu. Bu çox xoşbəxt bir evlilik idi. Onların 2 övladı dünyaya gəldi. Cütlük 57 il birlikdə yaşadılar. 1911-1915-ci illərdə Churchill dəniz donanmasının 1-ci lordu seçildi. 1914-cü ildə İngiltərə 1-ci Dünya müharibəsinə daxil oldu. Churchillin rəhbərlik etdiyi dəniz donanması uğurla döyüşürdü. Churchill müdafiə naziri, aviasiya üzrə nazir, İngiltərənin koloniyaları üzrə nazir olmuşdu. 1939-cu ildə 2-ci Dünya müharibəsi zamanı Churchill Chamberlaini əvəz edib baş nazir seçildi. Amerika Birləşmiş Ştatları SSR ilə birlikdə faşizmə qarşı mübarizəyə qalxdı. Qələbədən sonra yenə siyasətə qayıtdı. Churchill bir dəfə də İngiltərənin baş naziri oldu. Churchill ədəbiyyat üzrə Nobel mükafatı almış İngiltərənin ilk baş naziridir. Həmçinin Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşıdır. Churchill rəsm çəkməyi sevirdi. Güclü və ciddi görkəminə baxmayaraq bəzən depressiyaya düşürdü. Depressiyaya Churchill qara köpək adı vermişdi. Əlbəttə,
Winston Churchill 20-ci əsrin ən görkəmli şəxsiyyətlərindən biridir. O 1965-ci ildə 91 yaşında vəfat etmişdi. Ölümündən öncə öz dəfn mərasimini tərtib etmişdi.